Onlar vətən torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gelirdi. Allah rəhmət etsin. Mən elə bir söz daha çox bu istiqamətdə haqqı olan Bacı Nərmanoğlu'na vermək istəyirəm. Buyurun. Əziz dostlar, mən sizin hər birinizi Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstək Agentliyinin donorluğu ilə Zəngəzur Cəmiyyətlər Birliyi tərəfindən buraxılmış Zəngəzur yazarlarının Zəfər Çələngi almanağının təqdimatında salamlayıram. Burada Elmi Mərkəzin, Akademiyanın Elmi Mərkəzinin əməkdaşları ilə birlikdə Zəngəzur Dövlət Universitetinin kollektiv iştirak edir, müəllimləri, tələbələri, yeni qurumlarda İşsizlər Dövlət Komitəsinin regional idarəsinin, Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin regional bölmələrinin əməkdaşları iştirak edir. Və bu tədbirə təşrif gətirdiyinizə görə çox sağ olun, sizə təşəkkür edirəm. Bildiyiniz kimi, Azərbaycan xalqı son 200 illik tarixində ən şərəfli dövrü 2020-ci ildən İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi başlayan gündən yaşayır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhid və qazilərimizin igidliyi sayəsində biz müvəqqəti itirilmiş 28 il, 30 il əlimiz yetməyən, səsimiz çatmayan, ayağımız dəyməyən o torpaqları yağı düşmən tapdağından xilas elədik. Və elə ilk tədbirimizin açılışını da biz bu Akademiyanın ilk şəhid əməkdaşı, həm də bu regional Elmi Mərkəzin əməkdaşı Mahsun Bağırzadənin abidəsinin ziyarətlə başladıq. Və bu tədbirin məhz bu mərkəzdə keçirilməsinin bir əlaməti də odur ki, Mahsun Zəngəzur torpaqlarının işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olur. Cəbrayıl, Laçın və nəhayət Qubadlıda igidlik göstərərək əbədiyyətə qovuşur. Düşmən üzərində qələbə təkcə silahla, döyüşlə qazanılmır. Həm də xalqın mədəniyyəti ilə, informasiyası ilə, qələmi ilə, tarix boyu həmişə qılınc və qələm yanaşı addımlayıbdır. Son 5 ildə Azərbaycan ədəbiyyatının özündə də bir coşqunluq, ruh yüksəkliyi, qələbə ovqatı, zəfər əhval-ruhiyyatı hökm sürdü və bu 9 rayonu birləşdirən Qərbi və Şərqi Zəngəzur yazarları yaradıcılığında öz inişasını tapdı. Zəngəzur deyəndə gözümüzün qabağına dərhal gəlir. O torpaqların bir hissəsi artıq Ermənistan Respublikası deyilən bir qondarma Respublikaya verilib ki, o Sisiyan, Qafan, Doruz, Miyəqri rayonları və Azərbaycanda qalan hissəsi isə Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl və Qubadlıdır. Bu gördüyümüz bu 412 səhifəli kitabda ancaq bu 9 rayonun yazarlarının ədəbi, bədii yazıları toplanıbdır. Topluda fəhlə də var, həkim də, polis işçisi də, prokuror işçisi də, dövlət məmuru da, bərbər də, sürücü də, bütün peşələr, həkim də, müəllim də, hamısının yazıları burada var. Hamısını eyni ruh birləşdirir. Qələbə ruhu, zəfər ruhu, son 5 ilin əhval-ruhiyyəsini birləşdirir. Yaşları 12 yaşlı məktəblidən tutmuş, 92 yaşlı şair, adını da deyə bilərəm,
Lələdağ, məşhur Lələdağ şair var, Sumqayıt yaşı Siyanlandır. Onun şeirləri toplaşır. Almanaqda Azərbaycandan bütün rüşələrində tanınan Ramiz Rövşən, Adil Cəmil, İsmail İmanzadə, Əlirza Xələfli, sonra professorlar, məşhur professorlar Möhsün Alışov, İdraç Liseyinin təsisçisi, Bəhmən Vətənoğlu, Qasım Qasımzadə, Eldar Baxış kimi çoxlu sayda tanınmış şairlərlə bərabər ilk dəfə çox sayda, təxminən 100-ə qədər müəllifin şeiri ilk dəfədir ki, burada çap olunur. Və onlara sizə deyirəm ki, əksəriyyətin xəbər yoxdur ki, onların şeirləri, esseləri, hekayələri bu almanaqda var. Burada redaksiya heyəti var, 12 nəfəri redaksiya heyətinin işçiləri 2020-ci ilin sentyabrın 27-sindən başlayaraq mətbuatda, sosial şəbəkədə, qəzetlərdə yazılmış, dağılmış, biri toplanmamış, biraz da itib batmış, hətta müəlliflərin özləri də unutmuş şeirləri, hekayələri toplayıb, bax beləcə süzləşdən keçirib, əliyib, necə deyərlər, arayıb belə bir kitabı ərsəyə gətiriblər. 250 müəllifin, mən elə ki, Azərbaycan ədəbi camiasına ittifaqla bəlkə dəstək edərəm. Belə mən hər halda 250 müəllif eşitməmişəm ki, hər birinə bir səhifə ayırmışıq, hər birinə. Və bu müəlliflərin arasında şəhid də var. Ailələrinə məktub yazır, şəklin üstündə, arxasında şeir yazıbdır. Onu da tapmışıq, vermişik. Şəhid atası var, Zahir Aslan, şəhid anası var, Tahirə Bədolova, şəhid qardaşı var, Zaur Zəngəzurlu, öz qardaşına yazdığı şeirlər. Sonra çoxlu sayda əlillər, qazilər var, İmanüməddin Qazi, məsələn, bu şeirləri televiziyada səslənir. Yəni, 50 nəfərə qədər müəllif birbaşa vətən müharibəsində canı ilə, qanı ilə döyüşmüş adamlardır. Yəni, bu toplumun ən böyük özəlliklərindən biri budur. Bildiyiniz kimi, qeyri-hökumət təşkilatları belə layihələrə çox belə qiymət verir. Və bundan əvvəl mən çox sevinirəm ki, indi bayaqları burada göstərdilər, bizim kitabımız Gəl bizim yerlərə GT Hacetinin belə bir layihəsi doğubdur. Ancaq Cənub bölgəsində yaşayan, doğulan, Bakıda tanınmış ki, məşhurlar yoxdur. Hətta burada o kəndlərdə, kəsəklərdə, toylarda, məktəblərdə, məclislərdə çıxış edən şairlərdən tutmuş ən tanınmışlarına qədər 55 şairin Talış çox 128 şair Talış və Azərbaycan dilində şeirləri ilk dəfə çap olunur. Yəni bizim bu da Zəngəzur Cəmiyyətlər Birliyinin Mehman müəllimin çox böyük köməyi ilə bunları yığdıq, topladı. Sərvat müəllimciliyin, Fuad müəllimciliyin hamısının fəal iştirakı ilə. Dediyim kimi bu məkan bizim üçün doğmadır. Bu kitab bütövlükdə pulsuz olaraq Respublikanın kitabxanalarına, mədəniyyət obyektlərinə, elm müəssisələrinə, iştirakçılara, şəhid ailələrinə, qazilərinə və müəlliflərə paylanacaqdır. Çünki onlar həsrətlə bunu gözləyirlər ki, təqdimat keçirsin ki, bu kitab da onlarla paylansın. Və bu kitabın təbii ki, ilk sizə əl çatır və kitabın da hamıya əlinin yetməsi üçün onun PDF variantı Zəngəzur.com saytının kitablar bölümündə yerləşir. Kim istəsə, yəni bu kitabı da oradan götürüb oxuya bilər. Kitab 4 hissədən ibarətdir. Şeirlər, esselər, hekayələr, digəri publisistika. Və publisistika belə kitabdan əvvəldən axıra qədər yenə deyirəm, bizə bu zəfər ruhunu yaşadan ulu öndərimiz Heydər Əliyevin layiqli varisi İlham Əliyevin çıxışlarından sətirlər, televiziya çıxışları, Mehriban xanımın Facebook paylaşımları, hamısı demək olar ki, bu kitabda da səfərlikdir. Və kitabın ilk səhifəsi də belə başlayır. Ulu Öndərin Cənab Prezidentimiz haqqında dediyi sözlər. İnanıram ki, mənim axırat çatdıra bilmədiyim tali yüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. Bu isə Cənab Prezidentin sözüdür. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Azərbaycan dünya tarixinə görünməmiş səhifə yazdı. 44 gün tarixdə görsəməyir ki, 44 gün
28 il bir torpaqda bərkimiş, möhkəmlənmiş bir düşməni qovsun, ölkəsindən çıxarsın və 23 saat davam edən antiterror əməliyyatı ilə bu torpaqda yaşama haqqını, mənəvi haqqını çoxdan itirmiş bir qövmü, o iki ayaqlıları bu torpaqlardan silsin, bu torpağın müqəddəsliyini yenidən özünə qaytarsın. Mən indi burada çox sevindim Cəlil müəllimə. Dedi ki, bəs bu kitabda o şeirləri gedən bir neçə nəfər o şeirlərdən bunu oxumaq istəyir. Biz sabahları çox gözəl Mehman müəllim qeyd elədi, Sabah Silahlı Qüvvələr Günüdür və bu zəfəri qazandıran yenə Ali Baş Komandan rəhbərliyə Silahlı Qüvvələr Günüdür. Və o şeirlərdə də hamısında qələbə ruhu var. Biz artıq ağlamağı, sızlamağı, nə bilim, yas mərasimləri, göz yaş bilməkləri artıq bir tərəfə qoyub, bundan sonra artıq biz zəfər, qələbə günlərini qeyd edirik. Zəfər, qələbə günlərini qeyd edirik. Və mən çox istəyirdim ki, orada Cənab Prezidentin çox gözəl bir təbriki vardı. Oradan heç olmazsa bir sətr onun öz dili ilə bu günümüz üçün o səsini, ancaq səsini verir ki, o Cənab Prezident eləmiş Azərbaycan xalqını təbrik edir. 2 il bundan əvvəl alınmaz qala sayılan Şuşanı erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Və mən sözü əziz qardaşım Qağayı mənimə vermək istəyirəm. Gənclər bilirlər ki, Qağayı mənim dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkərar Regional bölməsinin sədridir. Buyurun. Mən həqiqətən Hacı müəllimin bu ki, bizim həm də tərcümatı keçirdiyimiz kitab çox möhtəşəm bir kitab. Çox dəyərli bir kitab. Və burada dediyim kimi ilk dəfə baxdığımda 411 səhifəni gördüm. Hacı müəllim 412 deyir, o tərəfə çevirəndə 412 olur. 250 müəllifin və 250 müəllifin burada şeirləri, publistik yazıları, deyək ki, hekayələri var. Bu bölgənin nə qədər böyük, zəngin ədəbiyyata və ədəbiyyata malik olan insanların yetişdirdiyini Azərbaycanımıza, dünyaya verməsinin bir bariz nümunəsidir. Elə fikirləşirəm ki, bu kitabda publistik yazılar da var, hekayələr də var, şeir hissələrin bu bəndlərə deyək ki, sığışıb. İstəyirəm onu sizin üçün oxuyum. Düzdür, mən şeir oxuyam deyiləm. Bir dəfə də oxuyuram. Gün və gün dirilən, durulan vətən. Gör necə ayıqsan, sayıqsan indi. Yalan təriflərdən yorulan vətən, doğrudan tərifə layiqsən. Daha dərdin, qəmin axırına çıx, hər günün toy bayram içində olsun. Bir əlin həmişə hamıya açıq, bir əlin yumruq tutar cibində olsun. Çoxdur sənə tərs-tərs baxanlar ələ, adın çox gözlərə baxır, tikan tək, səni sevməyənlər, vətən var hələ. Səni Allah sevsin, səni biz sevək. Mən də sizə vətənə, torpağa, insanlara, təbiətə sevgi ilə arzulayıram. Bu əmək sərf edib, belə bir toplumu araya ərsəyə gətirir, bizim üçün, bizim bölgənin yazarları üçün onun xəbərini gətirir. Çox sağ olun. Mehman, mən sizə təşəkkür edirəm ki, bircə bu mövzuda tədbir keçirir və həm gənclərə, həm ümumiyyətlə ictimaiyyətin maarifləndirməsinə rol oynayır. Zəngəzur həm də Azərbaycan tarixinin dəmir yoldaşıdır. Şəhid Şahgündüz Cabbarovun şəhidi Qoca Qartal. Xankəndi rayonunda hərbi xidmətdə olarkən Qoca Qartal, səsin gəlmir, nədəndir? Yoxsa çağlar, həmin çağlar deyilmi? Niyə belə sakit-sakit baxırsan? Sənin yerin uca dağlar deyilmi? Əzəldən tək gəlib, tək gedən qartal. Bir gün dilə gəlib dillənəcəksən. Gündüzün ürəyin fəth edən qartal. Bir gün Qarabağı fəth edəcəksən. Qartal elə Azərbaycanın rəmzidir da. Azərbaycan ilə görürsünüz qartal oxşur. Xəritədə görürsünüz Azərbaycan elə ki qartaldır. Zülmət yaran oğullar döndü nura qayıtdıq. Qarabağa qayıtdıq, Zəngəzura qayıtdıq.
qəlbimizdə bir kitab, 2 surə qayıtdıq. Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycandır.